Ben Azərbaycanı sevirəm. Yəni Məhəmməd Bəna Azərbaycan milli komandasına xoş gəlib və niyə məhz bu köməkçilərlə işləməyi qərar verdi? Mənəm təşəkkür edirəm. Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm ki, bizə inandı və bizə çağırdılar bura. Sevinirəm ki, burada yığmada baş məşqçi kimi işləyirəm. Bizi İranla, mənlə 2 dənə ayrı məşqçi gəlib. Rasul müəllim ki, illərdir mənim yanında işləyib, 3 olimpiyat mənlə bərabər iştirak edib məşqçi kimi bütün ağır çəkilər medal verənlər, İran ağır çəkilər 97 olsun, 100 olsun, hamısı onun nəzarəti olub və gəliblər, dünya olimpiyat çempionu olublar. Bəhruz müəllim də, o da çoxdandır ki, mən onu tanıyıram, 20 il yaxındır. Həm texniki cəhətində mən onu bəyənirəm, bizə kömək edir, həm proqramlarımız bütün Bəhruz müəllim yazır. O da təcrübəsi çoxdur, olimpiyada iştirak edib. Burada da Azərbaycan səslavda Sabah Şəriəti bilirsiniz ki, olimpiyat mükafatçıdır. Parisdən sonra idmana atıb 2 ildir məşqçi başlayıb. Mən istəyirdim ki, Sabahı götürüm, həm onu bəyənirəm, həm ki bu neçə müddət olimpiyada qədər mənim yanında işləsin və mən gedəndən sonra inşallah Sabah ağır çəki üçün qalsın və Azərbaycan ağır çəkilərə məndən sonra davam etsin məşqçi kimi. Roşan Bayramov, Roşan müəllim tanıyırsınız ki, həm güləçi kimi böyük medallar qazanıb. İndi də ki, illərdir məşqçi kimi işləyir. 18 yaşından mən Roşanı tanıyıram. O vaxtlarla ki, İran baş məşqçi gəlirdim, finalda Suriya ilə güləşir. Mən həmişə Roşanı bəyənmişəm. Güləçi kimi yaxşı güləçi olub. İndi də ki, illərdir məşqçi kimi təcrübəsi var. Nüruddin müəllim də ki, o da çoxdandır tanıyıram. İllərlə gənclərin baş məşqçi olub. Dəfələrlə olub, böyüklərin baş məşqçi kimi işləyib və bu səslavı mən yığmışam və inanıram ki, inşallah bir yerdə və bizim yanında həkim, masajist və ola bilər gələcəkdə daha adamlar da bizim səslavına gəlsin və inşallah biz məqsədimiz olimpiyadır, böyük nail inşallah əldə edirik. Məhəmməd Bəna haqqında informasiya toplayanda, məlumat toplayanda mənim üçün çox aydın oldu ki, İranın tarixində, İranın Yunan-Roma güləşi tarixində bir nömrəli mütəxəssisdir. 4 qızıl medal verib də, bu fantastik bir nəticədir. İndi bu dəqiqə çətindir demək, məsələn, bir neçə gündür məşqə baxır, Azərbaycan çempionatına baxdı. Bu güləşçilərin arasında varmı elə bir Azərbaycanlı güləşçi ki, 2 ildən sonra Los Angeles'te qızıl medal verə bilsin və yəqin ki, bilir ki, sonuncu dəfə biz Azərbaycan-Yunan-Roma güləşində 2004-cü ildə Afinada qızıl medal vermişik. Yəni 24 ildən sonra yenə də qızıl medal versin. Varmı elə bir güləşçimiz? Əvvəl ki, xeyli məmnunam. Çox sağ ol ki, siz mənim barəmdə belə danışırsınız. Amma mən də bu güləş məktəbində həmişə bir tələbə kimi öyrəşmişəm və sağ ol ki, belə deyirsiniz. Mən də əgər hiss eləməsəydim ki, Azərbaycan güləşdə o potansiyel yoxdur, heç vaxt gəlməzdim. Bəs bilirəm ki, Azərbaycan güləşində o potansiyel var, maraqlanmışam və 2-3 il idmandan uzaqlaşmışdan sonra özümə birinci o şansı vermişəm ki, gəlim təzədən məşqçi kimi işləyim və ondan sonra sübut edim ki, Azərbaycan güləşi həmişə dünyada yaxşı olub, həmişə gəlib 3-cü, 2-ci olimpiyatlarda medal qazanıb, amma qızıl üçün bəzi xırda səhvlər var ki, çatmır. Biz onları çıxartmışıq, rəhbərliklə danışmışıq və söz verirəm ki, əgər bu problemləri həll eləsə, biz 100% bu olimpiyada qızıl qazana bilərik. Məşqlərə baxırsınız, Azərbaycan çempionatına baxırsınız. Bizim güləşçilərin qıraqdan mənim üçün maraqlıdır. Çatışmayan hansı cəhətləri var? Hər halda bir baş məşqçi kimi siz onları daha yaxşı görürsünüz. Nəinki azarkeşlər, jurnalistlər, valideynlər. Və onlar üzərində əlbəttə işləmək mümkündür. Amma bir-iki dənə o çatışmayan xüsusiyyətləri deyərsiniz, mənim üçün şəxsən çox maraqlıdır. Mən tək bu izborla ya 2 gün Respublika baxmaqla Azərbaycan güləşi tanımıram. Mən illərdir ki, Azərbaycan güləşi tanıyıram, analiz edirəm, izləyirəm. O vaxtlar ki, İran baş məşqçi olmuşam, həmişə Azərbaycan güləşi nəzarətdə saxlamışam. Həm analiz üçün, həm ki, mən güləşin aşıqıyam. Güləşi çox sevirəm. Burada bəzi səhvlər var. Güləşçi işi güləşdir. Yəni o
məqsədi odur ki, getsin güləsin otursun. Başqa adamlardır ki, o səhvləri həll eləməlidir. Düzdür, biz işte o səhvlərin üstündə işləyirik, məşqçi kimi. Amma əslində elə hiss edirəm ki, Azərbaycan Federasyonla, yəni rəhbərlik, məşqçilər və güləşçilərin arasında belə birlik yoxdur. Biz çalışırıq onu eləyək. Elə vaxtlar var ki, xırda şeylər var, xırda səhvlər var ki, cəmaət qıraqdan ona adi baxır. Amma həmin xırda səhvlər gəlir ki, böyük nəticəyə qazanır. Biz də indi təzə rəhbərlik gəlib, Pərvin müəllim çox istəyir ki, nəticə verək, bizə dəstəklik edir və inşallah biz onu qazanırıq və mən sevinirəm ki, inşallah mən gəlim, illərlə sonra həmin qızılı alaq və mənim bəxtimdir ki, mən gəlmişəm, inşallah o qızılı alım və yenə mən baş məşqçi kimi bir dənə təzə rekord yazım və o qızılı Azərbaycan millətə təqdim edirik biz, hədiyyə edirik.